Amerika Birləşmiş Ştatlarının New York şəhərində fəaliyyət göstərən Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Birləşmiş Ştatların CSC Combat Birliyinin təşkilatçılığı ilə The Gauntlet adlı çoxmərhələli peşəkar döyüş turnirinə start verilib. Turnirdə Amerika Birləşmiş Ştatlarının tanınmış MMA döyüşçüləri və idman azarkeşləri iştirak ediblər. Turnir döyüşçülərin fiziki və psixoloji imkanlarını sınağa çəkmək, eyni zamanda gələcəyin perspektivli idmançılarını üzə çıxarmaq məqsədi daşıyır. Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təsisçisi, New Yorkda yaşayan Azərbaycanlı idmançı, dünya və Avropa çempionu Elgün Xanoğlanlı Diaspor TV-yə bildirib ki, turnir ilk dəfədə təşkil olunur və rəhbərlik etdiyi qurumun Amerika Birləşmiş Ştatlarında idman sahəsində həyata keçirdiyi ilk beynəlxalq layihəsidir. 2023-cü ildən artıq Amerika-Azərbaycan Gənclər Təşkilatı fəaliyyətə başlayıb. Fəaliyyətə başlayandan bir neçə tədbirlər həyata keçirib və bu bizim ilk böyük bir tədbirimiz ki, MMA tədbiri keçiririk. Tədbirdə Amerikanın demək olar bütün ştatlarından olan idmançılar bugün burada iştirak edirlər. Çox ştatdan gələn döyüşçülər var. Tədbirimiz ondan ibarətdir ki, MMA idman növün Amerikada hər kəs bilir ki, MMA idman növü bir nömrədir. UFC kimi bir böyük təşkilat var. Biz də UFC-yə getmək üçün bəzi idmançıları belə balaca kiçik zallardan, arenalardan çıxıb UFC-yə gedirlər. Heç kəs birdən-birə UFC-yə gedib çıxmır. UFC-yə getmək üçün belə arenalarda döyüşmək lazımdır. Və bugün biz artıq belə bir liqanın, Crackle Combat Liqasının təşkilatçıları ilə birlikdə Amerika-Azərbaycan Gənclər Təşkilatı birləşib belə bir yarış təqdim edir. Və məqsədimiz ondan ibarətdir ki, bütün gənclərimiz irəli getsin, qabağa getsin. Azərbaycanın tanınması üçün əlimizdən nə gəlirsə onu eləməyə hazırıq. Turnirin birinci raundunda müxtəlif çəki dərəcələrində döyüşlər keçirilib və qaliblər ikinci mərhələyə vəsiqə qazanıblar. Döyüşçülər arasında Azərbaycanlı məşqçi Teymur Həsənov tərəfindən hazırlanmış 3 idmançı da yer alıb. Milliyyətçi Ukraynalı olan həmin döyüşçülərdən ikisi rəqibini nokautla məğlub edərək birincilik qazanıb. Onlar qələbələrini Azərbaycan bayraqları ilə qeyd ediblər. Salam, mən Teymur Həsənov, Azərbaycanlıyam. Bugün Amerikada New York şəhərində keçirilən turnirdə Azərbaycanı təmsil edirik. Komandamızda bugün 3 döyüşçü var. Mən Döyüş Akademiyasının məşqçisiyəm və onlar mənim tələbələrimdir. Bugün bizim üçün olduqca böyük və önəmli gündür. Yaxşı hazırlaşmışıq, yaxşı dincəlmişik və qələbəyə tam hazırıq. Yaşasın Azərbaycan! Turnir çərçivəsində MMA və kickboxing döyüşləri təşkil olunub. Qarşıdurmalarda yüksələn istedadlar bacarıqlarını nümayiş etdirərək azarkeşlərin diqqətini cəlb ediblər. Azərbaycanda uzaq da olsun, ürəyimiz həmişə Azərbaycanlandır. Azərbaycanın bayrağın həmişə istəyərik ki, dünyanın hər yerində qaldıraq. Azərbaycan bizim ürəyimizdir. Gənclərimizə də arzum odur ki, dünyanın hər yerində idmanla məşğul olsunlar və Azərbaycan bayrağını ucaltsınlar. Nə deyim, məncə bu görüşdə Azərbaycanı tərənnüm edən bütün idmançılara ancaq can sağlığı, ancaq müvəffəqiyyət, ancaq udmaq lazımdır. Hər çəki dərəcəsində 8 idmançının iştirak etdiyi turnir tək məğlubiyyət sistemi üzrə keçirilib. İştirakçılar növbəti mərhələyə yüksəlmək uğrunda gərgin və prinsipial mübarizə aparıblar. Hər birinizi buradan salamlayıram. Mən Rəhmət Ağıyeva, milliyyətçi Azərbaycanlıyam. Oğlum Gabriel bu yarışın təşkilatçıları arasında yer alır. Onlar bu yarış üçün bir neçə vaxtdır ki, gərgin işləyirdilər. Onun peşəsi vəkildir. O çoxlu idmançılar və bu sahədə peşəkarlarla işləyir. Burada Azərbaycanın adını görmək, Azərbaycanlı kimi təmsil olmaq məni çox sevindirir. Biz burada həm də Azərbaycanlı məşqçi Teymur Həsənovu da dəstəkləyirik. Azərbaycanı çox sevirəm və yenidən ölkəmə getmək istəyirəm. Gəldiyiniz üçün çox sağ olun.